Psixologiya sahəsində deyil, cəmiyyətin bir çox sahələrində istədiyi bir sahənin mütəxəssisini tapmaq məsələlərində insanlar bununla rastlaşırlar. Yəni tək bunun üstünə gəlməyək. Digər tərəfdən də ki, məsələn, Kelsey Darra'nın bir kitabı var, məsləhət görürdüm o kitabı oxumağa. Kelsey Darra özü müəyyən psixoloji pozuntulardan əziyyət çəkmiş bir xanım olub. İndi hal-hazırda çox məşhur bir insandır. O deyir ki, çox qəşəng məsləhətləri var onun. Öz psixoloqunu seçərkən bir sıra mərhələlərdən keçib, səhv eləmirəmsə 10-a qədər psixoloq dəyişib. Deyir, birinci psixoloqum elə seansda özü yatdı, o qədər yorğun olub ki, psixoloq yatıb. Digərləri ondan bir ruh, mənəvi təmas qura bilməyib, xoş gəlməyib onun aurası. Digərinin, məsələn, nəyisə ona xoş gəlməyib. Yəni, belə deyim də, bu, mən getdim bir psixoloqa, məhz o məndən məşğul olmalı kimi də belə bir şey yoxdur. İnsanlar psixoloqlarını da dəyişə bilər. Elə birinci seansdan, ikinci seansdan, əgər hiss eləyirsə, intuitiv olaraq ki, bu ona xoş deyil, ən azı bir aura tərəfindən ki, bir, belə deyim də, almır, yəni o enerjini almır. Çünki biz çox zaman intuitiv olaraq bunu hiss eləyə bilirik. Təbii ki, professionallıq çox önəmlidir. Onun öncəki pasiyentlərindən, məsələn, bir sorğu keçirdə bilər. Hansısa bir pasiyentlər üzərindən bu psixoloq bir uğurlu nəticəsi varmı, yoxmu? Məsələn, insanlar çox zaman bunu araşdırırlar, yəni onsuz da. Bir də ki, hər psixoloqun da öz pasiyenti özünə uyğun olur da, belə deyək də, enerjini yayar məsələsi. Mən psixoloqla ilk tanışlığım İlham xanım.